Qəbələnin şabalıdı qara qızıldan eyni şeydir. Bizim də obyektin düz qabağında şabalıd ağacı var. Çoxdandır da bu şabalıdla bağlı xəyallarımız var idi. Burada ağacın çırpılan günüdür. Ömründə birinci dəfə şabalıd görürmüş kimi şabalıda baxıram. Sonra buradan nümunə üçün şabalıd götürüb gedirəm şefin yanına ki, yarmı, yaramazmı, neynəmək olar. Şef də başlayır şabalıdlı dana əti bişirməyə. Əti də elə doğrayır ki, 2 tikədə 1 qram fərq ola bilməz. Sonra ətin suyunu verir, qaldırır ocağa. Sonra da 26 cür ədviyyat əlavə eləmir, ancaq duzla soğan vurur. Şabalığın meyvəsinin karbohidrat və zülallarla çox zəngin olduğunu da yəqin bilməmiş olmazsınız. Şef soğanı doğrayıb qovurmağa başlayır, biz də özümüzdən asılı olmayaraq kövrəlirik. Yemək hazır olana kimi sudan, sokdan, limonaddan, salatdan, ağartıdan, göyərtidən düzürük. Birdən ağlımıza gəlir ki, süfrədə çörək qoymağa yer qalmayıb, sonra başlayırıq çörək üçün yer açmağa. Yeməyə də şabalığın qatılma vaxtı gəlib çatır, şef başlayır şabalıdı qatmağa. Yaxşıca da qarışdırır ki, şabalıdlar yeyib öz yerlərini tutsunlar. Burada artıq şabalıdlar vidalaşır. Yemək tam hazır olur, şef yeməyi çəkir, yemək gəlir çatır masaya. Təzə yumşaq təndir çörəyini də batıranda bu yeməyə, yeməyin tərkibindəki üzvü qeyri-üzvü maddələr, proteinlər hamısı hopur. Siz də arada dostlarla yığışın, gəlin nuş eləyin.